sizlərlə necə yamaq düzəldilər göstərəcəz. Gördüyünüz üzere burada yamaq var məndə. Bunun necə düzəldildiyini göstərəcəm yəni. Belə. Sonraki videoda da belki istəsəz 07 ilə bu pərdə necə düzəldilər göstərəcəm. Bir de ben bu 07'yi birbaşa siləcəm. Çünki biraz pis olub. İndi əsas silməyəcəm. Bu ortasındaki kvadratı kilitəcəm. Çünki çox uzatmışam. İndi grafikayı sıfır eləyək yenə. Çünki kasmasın. Bir de resolution'dan render'ı biraz arttıraq. Dostlar, gördüğünüz üzere bu yamaq necə düzəldilir çoğunuz bilmir məncə. Belə bu videoyu izləyən. İndi birinci gedək ana menüyə 2 düzəldə bilək də. İki türlü yamaq türü var bildiğiniz üzere. Biri belə ana sərdi yadımdan çıxdı bilirsiniz siz. İki türlüyündə yəni bu videoyu izləyirsinizsə belə necə düzəldildiyini bilmirsiniz. O türləri bilmirsiniz o isə yamaq düzəldə bilmərsiniz. İndi axıra gedirsiniz birinci. Başlangıçta 2 ilə də eləyə bilərsiniz amma kvadratdan daha asan da olacaq. Yəni piksel zat görsənməyəcək ona görə. Gördüğünüz üzere bakın buraya koyduk. İndi burada koyabilirsiniz. Hatta buraya koysak biraz da asan olmayacak çünkü bizim istediğimiz yerden küçük olacak böyle. Aha buraya yaxşıdır. Koyduk. İndi bu lazımdı bize. Yok bu değil. Ya da bu lazımymış yadımdan çıxıb. Mənim də. Hadi videosunu çəkəm. İndi gördünüz. Bura belə koyursunuz. Səhv koydum. Koydum. Biraz da böyütmə. Yox. Biraz da belə eləməliyəm. Aha. Şimdi biraz daha böyle büyütmeliyim. Birbaşa siz kvadrat ne eləyin? Ben de eləyəcəm. Belə yerler için kvadrat lazımdır ya da. İndi kvadratı belə elədiniz. Bırak koyduz. Yani daşmaması üçün də bu yerdən zərbə qapıda olması üçün tam. İndi daşmaması üçün siz bunları eləməlisiniz. İndi burada qoyaq bir dənə. Biraz da ay da bu nerede Allah olmuş. Biraz indi. Şimdi bunu da biraz büyütüp bura koymalıyız. Şimdi hara kaldı. Yazır bir bura biraz kalıb böyle. Oyunu çok görsəməyəcək ama böyle. Bazı oyuncular görür ona göre düşürtür. Yani burayı kapatsanız daha yaxşı olar. Ama siz de kapatmaya da bilərsiniz də siz. Çünki vaxt itirir. İndi təzədən kopyaladınız. Onu da çaşıb 2 dənə kopyaladım. İndi burada bir yana çevirip bunu böyütməlisiniz birbaşa da elə. Birbaşa belə böyütək. İndi 90 lazımdır bura tam. 9 yazdım çaşıb.
90'dır. Biraz böyütək. Hə. İndi belə yaxşı bir dənə yamaq oldu deyə bilər də. İndi. Ay, bir kopyalamamış getirəm. İndi bunu da kopyalayırsınız. Bir dənə yer qalıb o üstə. Bura. Bence bunu küçültmeliyim çünkü biraz böyle olup be. Siz normal küçültün ya da işte ağ bir şey koyun, o ise küçülmüş gibi gösterecek. Ben pulum biraz çoktu diye böyle ağ bir şey koyacağım üstüne. İstediğinizi edin. Şimdi dümdüz böyle koy geçsin. Ama biraz bağcılaştırmak istiyorum da. Yani böyle bir şey. Bakın. Buna belə biraz oxşamır. Ona göre biraz böyle de bağcılaştırmak istiyorum. Şimdi bu tarafın yamağı bitti gördüğünüz üzere. Şimdi birden de bu tarafa balaca bir tane yamaq düzəldəcəm. Eğer bu taraf çətindir deyə elə bəzən alacağım, bu tarafda izləyə bilər. Aha. İndi belə birinci balacalaşdırmalısınız ki tam otursun. Böyle yaxşı bir şekilde. Bura baxım nətər. Yaxşı, ama biraz balacalaşdıracağım bu tarafı. Daha yaxşı görünsün diye. Biraz da balacalaşdır. Belə yaxşı oldu o üstü. Ya da biraz da böyle qabağa alaq. Hiç olması yaxşı görünsün biraz. Yine böyle yaxşıdır gördüğünüz üzere. Şimdi. Buradan size bu daire var. Burada. Bu daireyle yanları böyle alacaksınız. Böyle bir bar var sizde. Tesil alaq. Bu niye buraya gitti? Ha. Şimdi. Maalesef evvelken videolarımı izleyen bazı neferler var. O neferler təzən bu videoyu izləyirsə bilir ki, mənim maşınım fərqli maşın idi. Bu maşını təzə yığıram. Yəni mən video çəkəndə bu maşını biraz yığanda əslində belə bu maşını da yığmış olacağım. Çünkü bu maşında hiçbir şey göstərə bilmirdim her şey tam olduğu için. Ona göre hem daha yaxşı görsənməsi üçün hem de böyle daha çok video çekebilirim. Video fikri kalmamıştı çünkü arpaq olduğu için. 07 yığım zat. Ona göre böyle mecburen neçə gündür zat video gelmedi. Buna sıfırladım. Oysa 2-3 tane yamaq var idi. Heç nə yox idi başqa. Bir de bir tane renk kod var idi. Görən ha. Dostlar gördüğünüz üzere böyle yaxşı bir dənə yamaq oldu. Bir də mən öz fikrimcə belə bir dənə yamaq düzəltsək yaxşı olar. Bir dəqiqə bunu da biraz böyütək. Daha yaxşı görsənər belə düzəltsək. Aha, biraz kiçik. Bu nədir bu? Belə əlimlə aparacağım. Belə yaxşıdır indi. İndi dairə ilə təzədən eləməliyik. Və bir də bu 1-2 dənə belə yamaq
300 min zat apara bilir. Ona göre böyle çok pulu olanlar düzeldə bilər. Ya da istəsə 300 pulluk gülen üzü birləşdirib 1200 pula bir də dairə, bir də oyunun başına veren 100 pulluğuna birləşdirib onu da eləyə bilər. İstəyən elə. Ama mən istəmirəm, birbaşa asan bir şəkildə eləmək istəyirəm. Ona görə tez-tez 6000 zad elədim. İndi demək olar bitib də indi. Təkcə bir şey qalıb. Bu nədir ala? Bu. Eyni pox oldu ama. O bir tərəfdən bura balaca eləyəcəkdim güya. Amma yenə yaxşı görsənir. İndi baxın bura. Biraz balaca olmalıdır. Allah çok pul gelir bundan. Her defasında balaca bir tane resim çekip 1 milyon zat satmak istemediğim için yüzlükten biraz balacalaştırdım buranı. Dostlar gördüğünüz üzere yaxşı bir tane yamaq düzelttim. Belə nəsə düzəldilir öyrəndiyinizi düşünürəm. Bir də ikinci yamaq türünü düzəltmədik dostlar. Sizdə 3 dənə var. Biri indi ikisi də çox pul istəyir. Belə. Ama bundan az pul istəyir. Bunun en çok pul istəyəndi. Bunu eləyə bilirsiniz, onu da eləyirsiniz. Belə. İndi axıra getməlisiniz. Belə. İndi burada bir dənə belə bir şey var gördüğünüz üzere. Bunu biraz grimsi bir şey yersiniz. Ben eləyəcəm də axşamınızı ama sonra siləcəm. İstediğiniz yere eləyə bilərsiniz ama gürşələr olsa daha yaxşı olar. Aha. Bu rengi gedib də bunu istediğiniz renkte eləyə bilərsiniz. Bunda rengi gedib ki belə görsənir. Ama daha çok bu boz renkli zad eləsəz daha yaxşı olar. Aha, indi bunları ben sildirəm. İkinciyi göstereceğim. Bununla eləyirik. Ama böyle daha çok yaşlı da değiller. Yaşılla mavi arası bir tane renk. Biraz da böyle. Böyle renk bir şeydir. Yaxşı. Renk kodunu alabilirsiniz. 008767 almak isteyen. Bunun əsası tutuzdurdum. Yaxşı bir renk çıktı. Bunda birbaşa bilirsiniz de yəqin ki. Belə. Yandan belə ya dümdüz ya da böyle pul gelir deyiləm bunu yegəndə. Az da pulum var o işte 1 milyonca. Ya da böyle ya da bana da Allah haber geldi. Ya da belə eləyə bilərsiniz. İkisindən biri. Ya da qıraqlara qoya bilərsiniz. Amma çox pul gelməsin deyə mən bunu göstərmək istəmirəm. Aha, bütün yamaq türlərini göstərdim. Bir də mənim qara elədiyim yamağı da istəsəz fərqli rəngdə eləyə bilərsiniz. Neyse bunlar silək birinci. Bunu silmək istəmirəm. Çünki lazım değil. İndi. Dostlar gördüğünüz üzere yamaq necə düzəldilir öyrəndiyinizi düşünürəm. İnşallah da öyrənmisinizdir. Bir dəqiqə. Mən buna baxım. Dibindədir bu. Bu bir dənə bir toxunuş eləməliyəm. Son dəfə. İndi. Axıra gedib ay bilin. Ay bilin. Başka programa geçti. Dostlar. İndi başka programa geçmişti. Kaydı dayandırmıştım. Birdən son bir şey eləməliyəm. Çünki bu mənim maşınımdır axı. Öz maşınımda yığayıram. Mən indi bu videolarını
Hə. İndi bu dibdən dümdüz belə gedir. Gördüyünüz üzere belədir. Belə yaxşı görsənir gördüyünüz üzere. Bir de dostlar, son defa bir şey demek istəyirəm. Bunu silməliyəm çünki bununla bu eşit yerdə olsun. Gördüyünüz üzere çok yaxşı bir dənə nömrə yamaq oldu. Bir de oyunda baxaq nə tərdir. Oyuna gir indi. Oyun açılsın. Gösterərəm. Oyun açılmır ama. Açılmır. Açıldı deyən. Açılmadı. Oyun açılsın. Bir dakika. Açıldı oyun. İndi grafik ayarı olmadan biraz pis durur. Çünkü bu tarafta. Şimdi bunu döndürək bizim yığdığımız tarafta. Biraz da düzələcək. Lampaya zat dəyməsin. Belə qalsın yaxşıdır. İndi bunun grafikayı arttırıram. Shadow of the Skate direkt onu eləyin siz. Bir de anti-aliasing'i açın. Ay bilin. Nerede ola? Shadow love you. Hayt eləmi. Color you. Dostlar gözleyeyim bir dakika. Şimdi. Belə yaxşıdır məncə. İndi indi belə yaxşıdır məncə. Bir qaçıram bir. Suramaya yaxşı. Bu nə deyil? Belə yaxşıdır. Dostlar gördüğünüz üzere böyle yaxşı bir dənə 07 alındı. Yamaqla bir yerdə zat. Buna indi mən nömrə zatda taxacağım. Nömrə deyirəm, maşın logosu zatda taxacağım. Sabah da logo necə elənilir göstərərəm. İndi mən bu videomu çəkdiyimə görə bir dənə kapak fotoğrafı alın. Həmçək. Kimi deyəcəydim. Boku çıxdı. İndi bunun profilini aldım tezgah. İndi yamaq necə düzəldilir. İndi görərsiniz də bu şəkli görüb. Yazsız. Grafikayı sıfır edeyim. Bax nə oldu çünki belə. Sağ olun dostlar. Məncə yaxşı durdu belə. Görüşərik.